Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının yeni binasının inşasına start verildi. Zəngin tarixi olan teatrın bünövrəsi 1872-ci ildə Tbilisidə qoyulub və 1947-ci ilədək fəaliyyət göstərən bu mədəniyyət ocağı görkəmli aktyorları ilə tanınıb. 1998-ci ildə Gürcüstan prezidenti Azərbaycanlı ziyalıların arzusunu nəzərə alaraq teatrın bərpası haqqında fərman imzalayıb. 2004-cü ildə Ulu Öndər Heydər Əliyevin adı ilə yenidən fəaliyyətə başlayıb. Teatrın ölkə həyatında mühüm əhəmiyyət daşıdığını deyən Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirdi ki, bu tarixi mədəni hadisə ölkələrimizin və xalqlarımızın dostluğunun gözəl nümunəsidir. Sevinirik ki, teatrın yeni, müasir binasının təməli qoyulur və tezliklə daha əzəmətli bina tikiləcək. Bununla da paytaxtımızın mədəni həyatına daha bir əlamətdar məkan əlavə olunacaq. Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının yeni binası Gürcüstan və Azərbaycan arasında möhkəm dostluğun və əməkdaşlığın sübutudur. Azərbaycanın baş naziri Əli Əsədov iki qonşu xalqın əsrlər boyu dostluq, mehriban qonşuluq, sülh və qarşılıqlı anlaşma şəraitində yaşamasını şərtləndirən əsas amilin tarixi köklərə söykənən mədəni əlaqələr olduğunu vurğulayaraq dedi ki, həm Azərbaycanda, həm də Gürcüstanda milli mənəvi dəyərlərə, mədəniyyətə, dilə, dinə, incəsənətə, ədəbiyyata böyük hörmət və xüsusi rəğbət var. Teatrın uzun müddətli fəaliyyəti dövründə Gürcü, Azərbaycan və dünya ədəbiyyatı klassiklarının ölməz əsərləri böyük uğurla səhnələşdirilmişdir. Bugün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının müasir tərzdə yeni nəfəs verilməsi tarixi hadisədir. Teatrın yeni binasının Tbilisi şəhərinin önəmli və gözəl güşəsində yerləşməsi ilə bağlı qərarı çox yüksək qiymətləndiririk. Baş nazir onda bildirdi ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə Gürcüstana və Gürcü xalqına böyük hörmət bəsləyib. Xüsusi diqqət və qayğı ilə yanaşıb. Heydər Əliyevin Gürcüstanın o vaxtki rəhbəri mərhum Eduard Şevarnadze ilə qarşılıqlı etimada əsaslanan möhkəm dostluq münasibətlərini bugün hamı yaxşı xatırlayır. Məhz onların liderliyi sayəsində ölkəmizin siyasi, iqtisadi, mədəni, humanitar və bütün digər sahələrdə münasibətlərin inkişafı möhkəm təməlləri qoyulmuşdur. Hər iki liderin siyasi karyerası unikallığı ilə seçilirdi və oxşar tarixi hadisələrlə yadda qalmışdı. Belə ki, onlar ikinci dəfə öz xalqlarının tələbi ilə artıq müstəqil dövlətlərin rəhbəri kimi siyasi fəaliyyətlərini davam etdirmişlər. Müasir dövrdə Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvili zəngin tarixi ənənələri yaşadırlar. Və Heydər Əliyevin adını daşıyan mədəniyyət ocağının yeni binasının təməlinin qoyulması ümumilli liderin anadan olmasının 100 illiyinə böyük töhfələrdəndir. Baş nazir onda dedi ki, bu günlərdə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə görkəmli Gürcü şairi Nikolas Barataşvilinin bir zamanlar yaşayıb yaratdığı və çalışdığı binanın önünə onun xatirə lövhəsi vurulub. Eyni zamanda Qax rayonunda fəaliyyət göstərən Gürcü Dövlət Dram Teatrına böyük Gürcü ədibi İlya Çavçavadzinin adı verilib, müvafiq qaydada rəsmiləşdirilib. Yeni teatr binası inşa ediləcəyi torpaq sahəsində yerləşən tarixi binanın restavrasiyası və sahənin genişləndirilməsi ilə tamamlanacaq. Gördüyünüz bu bina Gürcüstanın mədəni irsinə daxil tarixi binadır. Bu bina təməli qoyulan yeni bina ilə sintez təşkil edəcək. Teatrda 500-600 nəfərlik tamaşa zalı və interaktiv ekspozisiya sahəsi yaradılacaq. Binanın yüksək texnoloji imkanları beynəlxalq əhəmiyyətli konfransların, müxtəlif növ sərgilərin keçirilməsi üçün də imkan yaradacaq. Baş nazir Əli Əsədovun başçılıq etdiyi nümayəndə heyəti Gürcüstan işgüzar səfəri çərçivəsində Tbilisidəki Heydər Əliyev parkında Ulu Öndərin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklir qoydu. Südabə Cahangirli, Şah İsmail Şəmmədoğlu, Vüqar Həsənov, Elnur Vəliyev, ASTV Xəbər, Gürcüstan, Tbilisi.